Allah. Bismillah dostlar. Deməli, biz bir evə dəvət aldıq, gəldik bura. Burada 2 ədəd Neoterm kombisi dururdu 32 kilovat gücündə. Bunun birini çıxartdıq biz. Sero kombisi ilə əvəz elədik. Evin bütün isitməsi, isidilən döşəmə və isitmə sistemlərini buna qoşduq. Bu kombini isə saxladıq. Boilerin isinməsi üçün nəzərdə tutduq. Bura biz öz sistemimizi quraşdırdıq. Dəngə qabımızı qoyduq. Nержавейkadan olan dəngə qabıdır. Bu aşağıdakı kombimiz gəlir boileri qidalandırır. Bura boiler 200 litr civarında boiler quraşdırdıq. Digər kombimiz isə bizim evin isitməsindən məşğul olur. Deməli, burada biz 3 kontura ayırmışıq. Əsas evin isitməsi, yardımçı evin isitməsi və isidilən döşəmə sistemlərinin isitməsi üçün burada gördüyünüz kimi pompaları quraşdırmışıq. Burada bizim termometrlərimiz durur gediş xəttində və dönüş xəttində. Burada isə bizim təhlükəsizlik qrupamız durur. Bunu da ayarlamışıq. Qazan doldurma cihazı vasitəsilə ayarlamışıq. Deməli, atmosfer yarım təzyiq bizim evin tələbatı olduğuna görə bu isə bizim su yumşaltma cihazımızdır. Bunu da yenə şuntlama sistemi vasitəsilə quraşdırmışıq. Hər iki ventillər arxadadır. Bu isə bizim resirkulyasiya xəttimizə qulluq edən termostatımızdır. Zamanında işlədib dayandırır. Vəssalam. Kiminlə kimi müraciəti olarsa Seydoğlu istilik sistemlərində Bakı və Gəncə filialında sizi gözləyir. Təşəkkürlər.